Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanda dolların məzənnəsi ilə bağlı vacib açıqlama. ABŞ-nin iqtisadi siyasətindəki dəyişikliklər və qlobal amillər dolların dəyərinə təsir edir. Bu, dünya ticarətini və digər valyutaların qiymətlərini dəyişdirə bilər. Bəs dollar ucuzlaşa bilərmi? Bakupost az xəbər verir ki, iqtisadçı ekspert Pərviz Heydarov mətbuat azı açıqlamasında qarşıdakı 3 il ərzində 2029-cu ildə daxil olmaqla hökumətin nəzərdə tutduğu kursun dəyişməz olaraq qalması planlaşdırılır. Onun sözlərinə görə, ölkədə manat-dollar münasibəti sərbəst şəkildə formalaşmadığından və inzibati yolla müəyyən olunduğundan əsas məqsəd odur ki, 2029-cu ilə qədər hazırki məzənnədə heç bir dəyişiklik baş verməsin. Lakin proqnozlar tamamilə fərqli ola bilər. Bu, birbaşa ölkənin ümumi iqtisadi vəziyyətindən və xüsusilə də xarici təsirlərdən asılı olacaq. Yaxın 3 ildə Azərbaycanın iqtisadi dayanıqlığı və xilas potensialı burada əsas rol oynayacaq.